Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah vahdehu ve salatu ve selamu ala Resulillah əmə bəd. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Dəyərli müsəlmanlar. Qısa bir açıqlama vermək istəyirəm münazirə ilə bağlı. Bildiyiniz kimi Fərid Əbi İbrahim adlı şəxs dərs buraxıb və dərsinin sonunda bizi münazirəyə dəvət edib. Biz də bismillah razılaşdıq və bəyan etdik ki, əsər əhli olaraq bəyan etdik ki, biz münazirə etməyə hazırıq və münazirə etmək üçün ilk şərti münazirənin canlı olmasını, yəni üzbəüz olmasını şərt qoyduq. Bunu şərt qoyduq. Nə üçün bu şərti qoyduq? Çünki ümumiyyətlə münazirənin, ilk öncə deyim ki, münazirənin üzbəüz olması elmin ədəblərindəndir. Həmçinin ikinci olaraq onu qeyd edə bilərəm ki, bir insan öz cahilliyini, elminin azlığını onlayn formada, kompüter arasında gizlədə bilər. Amma üzbəüz formada bunu gizlədə bilməyəcək. Üçüncü səbəb odur ki, yəni bizim münazirənin üzbəüz olmasına şərt qoymamızın səbəbi odur ki, əvvəlki illərdə, yəni onlayn münazirələrin, yəni fəsadını görmüşük. Yəni o səbəblə biz bu şərti qoyduq ki, münazirə üzbəüz və canlı formada olacaq. Və sonra bəlli olur ki, həmin şəxs münazirəyə gələ bilmir, yəni ölkədə yoxdur. Və biz də deyik ki, bismillah, yəni biz gözləyə bilərik sənin bir müddət sonra. Yəni məcbur deyil ki, münazirə bu gün olsun, yəni bir həftə sonra olsun. Olsun bir ay sonra, 2 ay sonra. Həmin şəxs bu ölkəyə gələ bilmir. Deyir ki, mən ümumiyyətlə bu ölkəyə gələ bilmirəm. Sonra eşidirik ki, ətrafındakı müsəlmanlara deyir ki, sanki biz münazirəyə razılaşmamışıq. Mən həmin adama buradan demək istəyirəm ki, ümumiyyətlə sən şou yaratmağa çalışma. Bu Allahın dinidir və özünü, əgər elm aladan adamsansa, özünü aldığın elmə layiq şəkildə apar. Sən bizə meydan oxumusan, yəni bizə önəmli deyil əslində sənlə münazirə etmək. Sən meydan oxudun, biz də qəbul etdik bismillah. Və səni gözləyirik, gəl, biz səninlə üzbəyiz, dediyimiz mövzularda münazirə etməyə hazırıq və sənə ispat edəcəyik ki, biz etiqadda da, fiqhdə də, üsulda da həm sələfin məzhəbindəyik, həm də İmam Əhmədin məzhəbindəyik və səni gözləyirik. Və sənə bir daha deyirəm ki, şou yaratmağa çalışma və insanların ağıllarını bulandırma. Biz səni gözləyirik. Əgər bu gün gələ bilmirsənsə, bismillah, bayaq dediyim kimi, bir ay sonra, 2 ay sonra gələ bilərsən. Ancaq dediyim kimi, məsələləri ortaya atıb, sonra da aradan hansısa bir şəkildə sıyrılmağa çalışma. Deyəcəyim bu qədər. İnşallah sənin gətirdiyin mənim haqqımda yaydığın iftiralara da növbəti dərsdə qısa da olsa cavab verəcəm. Vəlhamdülillahi Rabbil aləmin.